Məsələ qadınlarla bağlıdır. Çünki çox önəmlidir və bu barədə olduqca çox suallar verirlər Ramazan boyunca. Ki, heyzli olan qadın və yaxud da nifas qanı, yəni doğuşdan sonra gələn qan ki var, o halda qadın oruclarını tuta bilərmi? Namazlarını qıla bilərmi? Bu barədə Ayşə radiyallahu anhədən Ummul Müminin rəvayət var. Deyir ki, biz heyzli olarkən orucu və namazı tərk edərdik. Və həmçində başqa hədislərdə, Buxar, Müslimdə, digər sünnən əsərlərində gələn hədislərdə Peyğəmbər sallallahu aleyhi ve sellem heyz və nifas olan xanımlara orucu və namazı tərk etməyə əmr etmişdir. Və sonra Ayşə radiyallahu anh deyir ki, sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olundu. Lakin namazın qəzasını qılmaq bizə əmr olunmadı. Bu dəlildir ki, qadın heyz olarsa və yox nifas qanı olarsa bu zaman qadın oruc və namaz qılmır. Lakin bu hal bitdikdən sonra orucun qəzalarını tutur, lakin namazın qəzalarını qılmır. Heyz iftara bir dəqiqə qalsa da belə başlasa, orucu pozulur və qəzasını tutmalıdır. Bəzən soruşurlar ki, günün müəyyən bir yarısını qadın oruç tutub, lakin günorta vaxtı qadın heyz oldu. Və yaxud da iftara bir dəqiqə qalmış belə heyz olsa, bu zaman həmin günün orucu sayılmır, xanımlar. Sayılmır və o günün qəzasını nə edəcəkdir? Tutacaqdır. Burada belə bir sual da verirlər ki, heyzin qarşısını alan tabletkalardan istifadə etmək olarmı? O tabletkalar ki, hansı ki, heyzi müəyyən müddət uzadır ki, qadın o orucu, Ramazan ayının orucunu rahat tutsun, yəni qəzası olmasın. Burada da alimlər söyləyirlər ki, əgər bu tabletkaları qəbul etmək insanın orqanizminə ziyandırsa, onları qəbul etmək olmaz. Çünki elə olur ki, hətta bu tabletkaları qəbul etmək qadınlarda heyzin vaxtının qarışıq düşməsi, başqa vaxtlarda düşülməsi, pozulmasına gətirib çıxardır. Çünki əksər vaxtı belə dərmanlardan sonra heyz halında dəyişikliklər olur. Bəli. Ona görə də alimlər söyləyiblər ki, ziyanı varsa etməmək daha yaxşıdır. Lakin İbn Ömər radiyallahu anhudan, Ömər İbn Xattabın oğlu Abdullah İbn Ömər heyzin qarşısını almaq üçün istifadə edilən dərmanlar barəsində soruşublar. O isə deyib ki, burada heç bir problem yoxdur. Əgər insanın orqanizminə zərəri yoxdursa.